Qaz pulu ödəmək sezonunu açıq elan edirəm. Yayda gələn çeklərin miqdarı qədər kaş ki mənim səhifəmin izləyicisi olardı. Kondisioner sağ olsun, qoşurdun, sərinləyirdin, bir tərəfdən də fikir götürürdük ki, işıq pulu gələcək. Bu videonu izləyirsinizsə, zəhmət olmasa takip atmağı unutmayın, dəstəyiniz mənim üçün çox önəmlidir. Artıq havalar soyudu, pəncərələr bağlandı, xalçalar sərildi, demək ki doğrudan da qış gəldi. 3 körpə uşaqla 2 mərtəbə ev bir dəfəlik eləmək olmur, ona görə də hissə-hissə qışa hazırlaşıram. Pərdələr yuyuldusa, evin tozu alındısa, xalçalar sərildisə iş tamamdır. Düzdür, uşaqlarla onsuz da hər gün adam gündəlik təmizlik eləyir, təmizlik eləməsən ev köçər. Amma uşaqlıqdan, anamızdan görmüşük ki, qış təmizliyi, yay təmizliyi, bayram təmizliyi bir başqa həvəslə olur. Bu dəfə şkafların hamısını tökmədim, çünki vaxt qıtlığım var idi. Həm də şkafları xaldengib təzə tökmüşəm deyə dedim elə üstdən təmizləyim, xalçanı sərim. Xalçaları yayda yuduzduranda həvəsi gəlib sərmişdim, sonra gördüm yox, yayda çətindir, ona görə yenidən yığışdırdım. Tirkaya gedib mənə daha rahat olar deyə qabıyan maşın almışam, amma qabıyan tabletlərim bitib deyə qabları məcbur hələlik əldə yuyuram. Keçən dəfə qış paltalarını ayıranda bir rez paylaşmışdım, nə qədər bacımız direktə yazdı. Həqiqətən də qış paltalarını ayıranda, yay paltalarını ayıranda baxırsan ki, uşaqlar da oradan da böyüyür, zaman da oradan da keçir və biz bunu hiss eləmirik, çox təəssüf ki. Sizi bilmirəm, uşaqların paltalarını saxlayırsınız yoxsa yox, mən onların körpəlik paltalarının bir çoxunu saxlamışam, xəstəxana çıxışlarını, hədiyyalarını, bir xatirə olsun, bir ana olsun deyə. Amma bəzi analardan eşidirəm ki, onlar daha da abartırlar, hətta tutduqları ilk dırnaqlarını belə saxlayırlar. Bəs siz necə, başlamısınız qış alış-verişinə, yoxsa hələ ki yox? Bir bacımız sizə yazmışdı ki, mənim uşaqlarım ancaq brend geyimlər xoşlayır, şükür Allah ki, bizdə elə problem yoxdur. Bizdə şükür Allah elə problem yoxdur, uşaqlar üçün fərq yoxdur, hardan alınsın, sədərəkdən və yaxudsa hansısa bir brend yerdən. Əsas odur, paltar olsun, təzə olsun. Mənim öz uşaqlığa yadıma düşür ki, yeni ildə, Novruz bayramında həmişə bizim üçün təzə paltar alınırdı. Düzdür, məktəb başlayanda, toylarda da alınırdı, amma bayramın paltarı ayrı olurdu. Bayramın ayaqqabısı, bayramın paltarı. Və biz onu bir başqa həvəslə geyinirdik ki, bayramda anamız, atamız bizim üçün alıb. Bizə bu xoş xatirələri saxladığına görə valideynlərimə təşəkkür edirəm. Allah bütün valideynlərə can sağlığı versin, həyatda olanlara can sağlığı versin, dünyasını dəyişənlər Allah rəhmət eləsin. Sağ olun, sağlıqla qalın əziz xanımlar.